Azərbaycan milli komandamızın keçmiş kapitanı Tərlan Əhmədov. Onu bugün bir tədbirdə gördüm və soruşmaq istəyirəm. Tərlan, niyə görsənmirsiniz? Teşekkür ederim dəvətinizə, məni yada saldığınıza görə. Böyle bir bugün tədbirdəyik ki, bizim gözəl insan, gözəl həkimimiz Boris Nalyesin 50 il futbolda olan həyat təcrübəsi kitabı buraxılır. Yəni ərsəyə gəlməsində bütün insan futbolçularımızın həyat tərzi, onun bizim sağlamlığın uğrunda apardığı mübarizə bu insana borcumuz idi ki, gəlib bugün onun gözəl bir tədbirində iştirak edelim. O ki qaldı mənim futbolda niyə yoxam sualına bir balaca haşiyədən çıxım kənara. Çünki bugün futbol bizdə o qədər önəm daşımır onun inkişafı. Çünki siz təsəvvür edin ki, bizim bütün veteran futbolçular futboldan kənarda qalıb, o cümlədən Tərlan Əhmədov. Tərlan Əhmədov həm futbolçu kimi, tərif olmasın, yəni bir bazı öz həyatım bahsədir. Tərlan Əhmədov həm futbolçu kimi futbol yaşadmaq uğrunda mübarizə aparmışam. Çünki bizim dövrümüzdə ümumiyyətlə şərait olmur. Biz futbolu sadəcə sevib oynamışıq. Və futbolun ən ağır dövrünü də biz yaşamışıq. Şərait olmayıb, futbolda deyək ki, maddiyyat olmayıb, stadionlar bərbad vəziyyətdə olub, amma biz futbolu yaşatmışıq, sevdirmişik insanlara futbolu. Amma bugün sadəcə olaraq məşqçi kimi də nəticələrim oldu, sadəcə olaraq yanaşması tamamilə fərqli oldu. Bilmirəm, bir neçə mən 2011-ci ildə Neftçiyə keçidimdən sonra artıq mənim həyatımda demək olar ki, qara günlər başladı. O vaxt bilirsiniz ki, bəzi insanlar mənim Neftçiyə keçid, Neftçidə uğurlu nəticəmdən sonra futbolda 11 il mən ümumiyyətlə heç bir tədbirdə iştirak eləməmişdim. Və bu tədbiri o vaxtı baş katib, indi bilirsiniz ki, Fransada FIFA'nın qərargahında işlədi. Elxan Məmmədov sual verəndə ki, Elxan Məmmədov, niyə mən 11 ildir heç bir futbol tədbirinə dəvət almıram? Onun bir kəlmə sözü vardı ki, yaddan çıxmısan. Yəni, uzun müddət 7 il yığmanın kapitanı olan, 75 oyun yığmada oyun keçirən, SSR yığmasının tərkibində 19 yaşlı gənclər arasında Avropa çempionu olan bir insanı yaddan çıxarmaq hər halda bu sadəcə olaraq laqeydliyim bir söhbədir. Bu gün də mən futbolda nəticələr verdim, məşqçilik nəticələrində hər dəfə mənə qarşı laqeydlik yanaşır. Mənə üstümə biraz yanaşma tamamilə fərqli oldu. Nəticələrin bilmərəm kimlərisə qane eləmədi, çıxarılanda da arxamıza başqa sözlər danışıldı, şərlər atıldı. Sadəcə olaraq bugün futbolda olmamamın səbəbindən biri budur ki, artıq elə bir mərhələyə gəlib çatmışıq ki, o futboldan uzaqlaşdırılmaq üçün yalan səbəblər çıxarılıb ortaya qoyuldu. Artıq bəzi televiziya ümumiyyətlə deyək ki, çıxışları da mənə qadağa qoyulub.